Təklif edirsiniz ki, bu köpüyü biz şiferə vursaq daha məqsədə uyğun olar, amma mən deyərdim ki, məqsədə uyğun olmaz. Mansar olduğu tədbirdə yuxarı vurulmaq lazımdır, amma dam olduğu tədbirdə yaxşı olar ki, tornapolun üzərinə vurulsun. Təsəvvür edin ki, bu ev misal üçün 10-un 10-adıza, bu eləyir 100 kvadrat. Bunun maliyyə xərci az olur. Amma nəzərə alsaq ki, onun 10-a evi olan krişanın yuxarısı isə dam ustalar bilir. 145-150 kvadrat metr sahə olur. 150 kvadrat metr sahəni izolyasiya etmək daha xərc baxımından aşağı başa gələr, yoxsa 100 kvadrat metr. İkinci növbədə siz qeyri-yaşayış sahəsini sanki hər zaman isidirsiniz, soyudursunuz. Misal olaraq bu damın alt hissəsini hər zaman qızdırırsınız, soyudursunuz. Yəni qeyri-yaşayış sahəsini isidib soyutmaq nəyə lazımdır? Oradan heç zaman istifadə etməyəcəksiniz. Əslində yuxarı istifadə etmək bizə sərf edir. Çünki məhsul da çox gedir, usta xidməti də çox olur. Amma burada hər zaman müştərini düşünmək lazımdır ki, elə olsun ki, müştəri kommunal xərclərdə o qədər də ziyana düşməsin.